Salam uşaqlar. Bugünkü verilişimiz, belə deyim, qısa bir məlumat olacaq PlayStation Portable haqqında. 2026-cı ildə mənə elə gəlir ki, artıq PlayStation Portable-ı konsol kimi yox, raritet kimi, kolleksion bir hissə kimi artıq polkalara qoymağın vaxtıdır. Çünki mənə elə gəlir ki, artıq onun hamısı oynayıb, dadını çıxardıb, oyunlarını yaşadıb, eləyib və onu əvəz edə biləcək minlərlə konsol var, hansı ki, Kitaylar da buraxır, Unbandniklər, nə bilim, Neolar, zadlar, belə şeylər buraxırlar. Həmçinin də elə götürsək ki, Vita'nın özü də Proşevkadan sonra rahatçılıqla PSP-nin oyunlarını götürüb oynamaq olur. PSP-nin artıq oyun kimi yox, daha çox polkada kolleksion bir hissə kimi, model kimi daha çox baxmağa dəyər. Ona qədər istəyirəm ki, bu 2026-cı ildə PSP haqqında bir qısa bir məlumat verim və PSP-nin belə deyək, mən bu ilə də belə kitabının bağlayayım. PSP bilənlər bilir ki, PSP birinci model olaraq 1000 modelindən başlayaraq istehsalata buraxılıb. Bunun rənginə zadına baxmayın, bu modifikasiya olunmuş modeldir. 2004-də Yaponiyada, 2005-də ümumi dünyada buraxıldı satışa. 1000 modelinin də özəlliklərindən nə idi? Burada gördüyünüz kimi qara ikportu var. Sonra özəllik, mənə görə özəllik olsa bu qalınlığı çox rahatdır. Əllə tutmaq məsələsində o birisilərinə baxanda biraz o birisiləri nəzikdir. Mənfi cəhətləri də var bunun. Məsələn, ekranı, orijinalda bunun ekranı o birisilərinin ekranından qat-qat zəif olmağı, işıltılı, parıltılığı zəif olmağı və s. və ilaxır. Həmçinin də RAM-ı da bunun zəif olması barədə. 32 RAM gəlir bunlarda, sonraki reviziyalarda RAM-ın həcmini artırırlar. Rahatçılıq baxımından çox rahat modeldir, amma dediyim kimi RAM əsasən nəyə görə xidmət eləyir? Diskavoduna disk taxıb oynayanda diskdə oyunun açılma sürətini artırır. 1000 biraz gec açır o birisi modellərə baxanda. Sonra 1000 modelini buraxdılar və 1000 modelinin mənfi cəhətlərini nəzərə alıb və həmçinin də o vaxtı konkurensiya var idi. Konkurensiyada elə belə yox, Nintendo şirkətinin məhsulu olan Nintendo DS ilə böyük konkurensiya olduğuna görə həm qiymət baxımından, həm konsol baxımından konkurensiyaya görə məcbur olaraq yeni modelini buraxdılar. Bu PSP 2000 modelidir. Bizdə burada Star Ocean Limited Edition modeldir. Bunun özəllikləri nə oldu? Birinciyə baxaraq, gəlin mənfi cəhətindən birinci başlayaq. Slim olduğuna görə belə bir şey var da. Bunu yan-yana tutsaq, rahatçılıqla görəcəyik ki, FAT modelinin batareykası ilə Slim modelinin batareykasında fərq var. FAT modeli 1800 mAh-dir, 1200 modeli isə Slim modellərdə gəlir batareyka. Batareykanı zəiflətdilər. Özəllikləri nə oldu? Özəlliklərindən biri, ikportu yığışdırdılar. İkporta ehtiyac olmadı. Zato onun əvəzində televizora çıxış düzəltdilər ki, hansı ki TV çıxış mümkün oldu. Bax, belə bir kabellə gəldi. Komponentli kabeldir. Yəni televizora taxmaq üçün. 1000 modelindən sonra bu modeli buraxdılar. Ekranı daha yaxşı oldu 1000 modelinə baxanda və prinsip etibarilə bir də mexanizm məsələsinə gələndə diskavot mexanizmini sadələşdirdilər. Əllə özünü açmalı olursan. 1000 modelində atkidnoy, belə deyim də. Belə eləyən kimi özü açıldı. Bunu sadələşdirdilər. Və mənim çox xoşladığım bu apxvat var da, bu belə tutmaq bu ləğv olundu, düz oldu. Maraqlısı da odur ki, 1000 modelini buraxandan bir il sonra 3000 modelini buraxdılar.
3000 modeli 2000 modelindən fərqi onda idi ki, bunda daha yaxşı ekran idi və ekrandan əlavə olaraq mikrofon gəlirdi. Mində mikrofon yox idi. Başqa özəllikləri belə bir şey də yox idi əslində. Sadəcə olaraq biraz belə deyim, model baxımından biraz dəyişiklik oldu. Forma baxımından və gördüyünüz kimi bir yerdə rəngli modellərdir. O qədər də belə böyük fərq duymadı. Sadəcə olaraq dediyim kimi. Düzdür, ekran bunda daha belə deyim, daha parlaqdır 2000-ə baxanda. Sadəcə olaraq 3000-in ekranında horizontal necə deyirlər ona, loading xəttlər var. Onu belə deyim, diqqətlə baxan adam o horizontal xəttləri seçə bilir ekranda. Bunda o modeldə problem yox idi. Amma bunun ekranının parlaqlığı buna çatmırdı. Belə deyim də, o vaxtı biraz problem yaşanmışdı. Sony şirkəti bu barədə biraz problem yaşadı. Nəyə görə ki, çünki bunu buraxdı, bir il sonra da bunu buraxdı. Bununla bunun arasında məsəl üçün bunu buraxmışdı 2004-də, dünyada 2005-də, daha biraz 2 il keçəndən sonra silimi buraxdı. Amma 2000-dən 3000-ə keçidə heç bir il çəkmədi ki, bir ilin tamamında belə deyək. 2000-dən 3000-ə çox tez keçid aldı. Ona görə biraz millət şikayət elədi ki, belə şey olmur. Yəni mən bu dəqiqə 2000 almışam, biraz keçən kimi 3000 çıxıb, elə bir 2000-ə alanları belə allatmış kimi oldu. 3000 mənim fikrimcə ən udaclı modeldir, ən rahat modeldir. Sonra nədənsə Sony şirkətinin ağlına hardansa gəldi ki, gəlin belə bir şey də buraxaq. PSP Go modelidir. PSP Go modeli daha kompakt, daha rahat model sayılır. Cibə rahat. İstifadəsi biraz düzdür. Ələ yatım barəsində bu 3000-ə baxanda, 1000-ə, 2000-ə, 3000-ə baxanda daha rahatdır. Amma hər yerdə gəzdirmək çox rahatdır. Plus ondan da əlavə olaraq yaddaş artıq bunda gəldi. 16 GB öz yaddaşı əlavə olundu. Bluetooth əlavə olundu. Buna Bluetooth nauşnik qoşmaq olur. PlayStation 3-ün joystickini qoşmaq olur. Amma əvəzində gördüyünüz kimi Discavod ləğv olundu. Belə deyim də, sadələşdirdilər bunu. Bir tərəfdən nəyəsə əlavə elədilər. Amma indiki dövrdə məsələn Discavodu heç kəs istifadə eləmədiyinə görə, hamısı paşıqadan oynadığına görə bu model əlverişli sayıla bilər. Çünki kart almağa ehtiyac yoxdur. 16 GB-da da xeyli oyun yerləşir. Sonra artıq PSP dövrünün sonlarına yaxın, ömrünün sonuna yaxın belə bir PSP Street modeli buraxdılar. Y1000 belə deyək ki də elə. Bunun özəllik deməzdim də. Bunun mənfi cəhətlərindən biri ekranın bununla bax birinci modelin ekranı ilə bunun ekranının eyni model olmağı, çox zəif keyfiyyətli olmağı. Sonra ikinci kolonka spikerin ləğv olunması, Wi-Fi tamamilə çıxardılıb içindən, televizor çıxışı ləğv olunub, əvvəlkilərindən fərqli olaraq 2000-3000-də televizora çıxış var idi, bunda o çıxış ləğv olunub. Bir kart yeri belə açıq aşkar qalıb, daha belə üstdən rahat görsənir. Kartın batareykasını çıxartmaq olmur, halbuki belə açılsa belə. Materiala gələndə çox ucuzlu plastik materiala malikdir. Qabağındakı bu panel sensora oxşasa belə membrandır. Yəni əllə gəlib sıxanda hiss edirsən ki, doğrudan da knopkanı basırsan. Ucuzlu, olduqca ucuzlu model idi. Hətta satışa çıxanda da səhv eləmirəmsə $99 satışa çıxmışdı bu təzə vaxtlarında. Mən deyərdim ki, ən udaclı modellərindəndir də. İndi kimə necə? Yəni mən şəxsən bu modeli sadəcə olaraq kolleksiyamda olsun deyən saxlayıram, amma belə dəyər vermədiyim modeldir bu. Bir də ki, deyim ki, Kitaylar da boş qalmırlar. PSP-ləri daim nəsə bir modellər üçün aksesuarlar buraxırlar və s. və ilaxır. Cürəbəcür aksesuarlar buraxılır, cürəbəcür proşivkalar çıxır hər dəfə. Artıq PSP üçün atmayan proşivka çıxarıblar 3000 üçün. Və belə bir
istəyirəm sizə bir model üzərində göstərim. Bu PSP 3000 modelidir. Amma 3000 modelinə baxanda bilmirəm indi görsənəcək yoxsa yox özəllikləri. Fikir versəz qalınlığı 3000 modelindən böyükdür. Bu da ona görədir ki, bu Monster Hunter Edition özəl versiyadır. Bu özü şəxsən öz Monster Hunter Edition olmasa belə, onun prosta korpusuna yığılıb və ondan da əlavə olaraq bu modifikasiya olunmuş modeldir. Həmçinin də bu modeldə. Bunun da ekranı dəyişdirilib, müasir IPS ekran qoyulub ki, əvvəlki keyfiyyətsiz ekrandan nəzərən qat-qat qəşəng görsənir. Burada da ekran dəyişib, ən müasir IPS ekran qoyulub. Ondan da əlavə olaraq bu üzərindəki yəqin ki, hamınız bilirsiniz ki, necə də tez-tez cızıla biləcək plastik materialdan ibarət bir şeydir. Artıq burada ekran üzü plastik yox, şüşədir. Ondan əlavə olaraq modifikasiyalara, bilməm indi səs nə dərəcədə fərq eləyir. Membran knopkaların qaydası da dəyişdirilib. Artıq Vita tipli işləyir knopkalar. Burada sadəcə olaraq altında membran var və membran basılır. Amma bunda isə membran yox. Yeni nəsil klik knopkalar var. Yeni klik knopkalarından istifadə olunur. Belə deyim, bu PSP-nin yaşatmasının bir növüdür. Entuziastlar yaşadılar, yeni nəsə bir şey fikirləşirlər. PSP-yə milyard cürə mod var. Hər cürə mod mümkündür eləmək. Özəl modlar eləyənlər var. AliExpress-dən modellər var. Götürürlər modları, zakaz eləyirlər, gətirirlər, yığırlar, ustamaq eləyirlər və s. və ilaxır. Yenə də dediyim kimi, PSP mənim fikrimə görə artıq gündəlik istifadə oyun konsolundan bitib, kolleksiyaya yığılmaq üçün, rəfəyə qoymaq üçün və zaman gələndə baxıb belə deyim, gələcək nəsillərə göstərmək üçün ki, bax bizim bu yaşlarımızda belə bir PSP model var idi. Biz uşaqlığımızda bunu oynayırdıq, etaplar keçirdik, oyunlar keçirdik və s. və ilaxır. Belə deyim, bunu gələcək nəsillərə xatirə kimi saxlamağın vaxtı gəlib çatıb. Çünki oyun oynamaq istəyən, PSP-nin oyunlarını oynamaq istəyən rahatçılıqla Vita-da da oynaya bilər, kompüterdə oynaya bilər. Çünki emulyatorlar doludur bu dəqiqə hal-hazırda. Həmçinin də Kitaylar da bizim üçün minlərlə Android əsasında buraxılmış mini konsollar buraxır ki, hansılar ki PSP-nin oyunları rahatçılıqla gedə bilən. Ona görə də mən istəyirəm bununla da danışdığımı başa çatdırım. Bu qısa bir məlumatı ötürüm. Bu qədər. İzlədiyiniz üçün çox sağ olun və kanala abunə olmağı unutmayın.